Məsələn, biri deyir ki, Quranda 2600 dəfə əlinin adı çəkilir. Gör ki, onu çeviriblər, məsələn, Ömər, Əbu Bakır, Ömər, Osman. Yaxşı, tutaq ki, Əbu Bakır dağıtdı da. Ömər də təhrif elədi, məsələn, Osman da təhrif elədi. Əli dördüncü idi, düzəldərdi də. Onda siz əlini də ittiham edirsiniz. Əli ümməti qoydu bələ, getdi. Yaxşı, əgər Osman qəbul eləmədisə, xilafəti vaxtı bunu qəbul etdirərdi. Onda elə zəif idi, yəni. Zəif adam idi. Allahımız cəfəngiyatdır. Sadəcə avam insanları allatmaq üçündür, şübhə salmaq üçün məsələn. Açıq aydın ayələrimiz onlara oxunduğu zaman bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər. Bizə bundan başqa bir Qur'an gətir və ya onu dəyişdir. De ki, mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabi oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxuram.